Milli Parkın rəsmi açılışının 20 illiyinə həsr olunur. Hirkan. Bu meşənin 60 milyon yaşı var. Yaşadığı fəlakətlərin sayına görə Hirkan meşəsi yabanı təbiətin rekordçusudur. O, planetimizin onlarla istiləşmə və buzlaşma dövründən sağ çıxaraq öz ilkin görkəmini bugünə qədər qoruyub saxlayıb. Hirkan meşəsi milyonlarla illik təkamül nəticəsində təkmilləşmiş mükəmməl bir orqanizmdir. Bura ön Asiya bəbirləri, qonur ayları, vaşaqlar, canavarlar və dəmir ağacların dünyasıdır. Hirkan meşəsində bahar fəsli. Hələ ilk insanın mövcudluğundan çox-çox öncə Talış dağlarına hər il gələn o əzəli baharın obrazlarını görmək üçün bir fürsətdir. Bu yerlərin yaxınlığındakı dağlar sonuncu dəfə buzlaqların hərəkətini təxminən 2 milyon il əvvəl dayandırıb. O vaxtdan bəri burada demək olar heç nə dəyişməyib. Qış bitəndən sonra dağlardan gür çaylar axır. Hirkan meşəsində böyük sular mövsümü başlayır. Bu quşların və amfibiyaların konsert vaxtıdır. Kiçik Asiya qurbağası qonur qurbağalar adlanan növ qrupuna daxildir və öz həmcinsləri arasında ən bəzəylisidir. Digər qurbağalardan fərqli olaraq, bu növdə cütləşmə dövründə dişilər erkəklərdən daha əlvan olurlar. Payızda, oktyabrın əvvəlində Kiçik Asiya qurbağaları öz cütlərini seçirlər. Erkək qurbağa seçdiyi dişini ön pəncələri ilə qucaqlayır və buraxmır. Dişi bütün qış aylarını erkəyin ağuşunda baharı gözləyərək səbirlə keçirir. Sular isinən kimi cütləşmə libasına bürünmüş qurbağalar kürü tökməyə başlayır. Erkəklər isə nəğmə oxuyur. Eyni zamanda gilli dibə və şəffaf suya malik axmaz su hövzəsində Cənubi Xəzər zonasının Hirkan meşələrinə xas olan endemik Talış quru qurbağasının cütləşmə mərasimləri qızğın şəkildə davam edir və əsas hadisələr suyun altında cərəyan eləyir. Qonşusu olan Kiçik Asiya qurbağası kimi onun da çoxalma müddəti qısadır, cəmi 2-3 gün. Dişilər kürü tökdükdən sonra bu amfibiyalar yerli meşələrə səpələnəcəklər. Bu meşələr dəmirağac meşələridir. Su hövzəsi isə quruyacaq. Hələ yarpaq açmamış ağac və kolların budaqları və gövdələri qəfildən rəngə boyanıb. Yaşılımtıl, göyümtül, qırmızımtıl olub. Meşə heç vaxt olmadığı qədər şəffaf görünür. Bahar elə bir fəsildir ki, nəğmə oxuyub rəqs eləmək, qonşularla mübahisəyə girişmək və nəzakət dolu davranışla gözəl dişilərin qəlbini ofsunlamaq istəyirsən. Bu meşənin ən səs-küylüsü Talış böyük əlvan ağac dələnidir. O da Hirkan meşələrinin endemik sakinidir. Onun bahar nəğməsi, şaqraq təbil çalması sübh tezdəndən hava qaralana qədər kəsilmir.
Ağacdələnə miniatür sərçəkimilər, oynaq şəfəq bülbülləri, yerində qərar tutmayan vüroklar, kiçik ağacdələnlər, arıquşuları, qara toyuqlar qoşulur. Bahar meşəsi bütün səsləri ilə nəğmə oxuyur. Burada bir çox endemik quş yarımnövü məskunlaşıb. Kiçik ağacdələn, sitta, uzunquyruq arıquşu və zığzığ quşlarının öz yarımnövləri var. Buradakı meşələrdə ən nadir arıquşlarından biri Hirkan arıquşusu yaşayır. Elə o da Hirkanın endemik sakinidir. Onun arealı dağ meşələrinin uzunluğu 500 kilometri keçməyən dar bir zolağını əhatə eləyir. Cüyürlər parkın ən əlçatmaz yerlərində, sıldırım yamaclarda yaşayırlar və sıx meşəliklərdən, xəzəllərin qat-qat toplandığı ərazilərdən uzaq dururlar. Canavarlarsa onların izi ilə gedir. Novruz gülü, qışın ayazından sonra açan ilk çiçək, baharın gəlişini, istinin soyuq üzərində qələbəsinin rəmzidir və hər şeyin yaxşı olacağına dair ümid bəxş eləyir. Hirkan parkı subtropik iqlim qurşağında yerləşir. Bura nadir hallarda qar düşür. Əvəzində Novruz gülləri bütün qış boyunca çiçəkləyir. Zaqafqaziya Novruz gülü, Novruz çiçəyi, İran meşə Novruzu. Onların hamısı ağaclar yarpaqlanıb günəş işığının önünü kəsmədən çiçəkləməyə tələsir. Əfsanələrə görə meşə Novruzu ləçəklərində sevinç yaşayır. Bu səbəbdən onun bitdiyi yerdə kədər və bədbinliyə yer yoxdur. Onun ətrafında sülh və harmoniya hökm sürür. Odur ki, həyatınızda nəsə yolunda getmirsə, öz meşə Novruzunuzu tapmağa çalışın. Amma onu qoparmayın. Azərbaycanın relikt meşələrində oduncağı suda batan, sərt şaxtalara tab gətirən və müstəsna möhkəmliyə malik sirli bir ağac bitir. Xalq arasında dəmirağac adını qazanmış, güc və dözümlülüyün canlı simvol olan bu ağacın adı Parrotia persikadır. Burada Milli Parkın ərazisində dəmirağac bütöv meşələr əmələ gətirir. Dəmirağac 3-cü geoloji dövr reliktlərinə aiddir. Bu o deməkdir ki, bu növ 5 milyon yarım il əvvəl mövcud olub. Bitkinin yabanı halı Azərbaycan və İranın yalnız dağ meşələrində qalmaqdadır.
Bu ağaclar adətən 300 il, nadir hallarda isə 500 il yaşayır və hündürlüyü 25-30 metrə çatır. Bu ağaclar sanki yarı əfsanəvi varlıqdır. Rəvayətə görə onlar bir-birinə sarmaşaraq, gövdələrini birləşdirərək bir-birini dəstəkləyə və sağalda bilir. Onlar keçilməz cəngəlliklər yaradır. Zirvələri ilə də buludlara çatır. Dəmir ağacların səltənətinə daxil olarkən insan özünü uşaq kimi hiss eləyir. Deyilənə görə dəmir özünə məxsus bir maqnit sahəsi yaradır. Elə bil burada da oxşar bir şey baş verir. Bu meşə xəyallarla doludur. Hirkanın relikt meşələrinin keşməkeşli mühafizə hekayəsi hələ 1936-cı ildə burada 886 hektarlıq sahədə qoruğun təsis edilməsi ilə başlamışdır. 1951-ci ildə qoruq ləğv edildi. Lakin 1958-ci ildə Lənkəran qoruğu adı ilə bərpa olundu. 1961-ci ilin iyununda Qızılağac qoruğunun filialına çevrildi. 8 il sonra 1969-cu ildə qoruq yenidən müstəqillik qazanaraq Hirkan adlanmağa başlandı. Nəhayət, 9 fevral 2004-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Lənkəran və Astara rayonlarının inzibati ərazisində Hirkan Milli Parkı yaradıldı. 2005-ci ilin sentyabrında isə parkın təntənəli açılış mərasimi keçirildi. 2008-ci ildə parkın ərazisi 2 dəfə genişləndirildi. Parkın yaradılmasında əsas məqsəd rütubətli subtropik landşafların kompleks şəklində qorunması, relikt və endemik flora və fauna növlərinin mühafizəsi, Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan növlərin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, həmçinin turizm və istirahət üçün əlverişli şəraitin yaradılmasıdır. iyun 2019-cu ildə İran ərazisində yerləşən Hirkan meşələri UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edildi. 2023-cü ildə isə Azərbaycanda yerləşən Hirkan meşələri ərazisi də bu siyahıya əlavə olundu. Milli parkda az sayda çay olsa da, onlardan birinin dərəsində 1976-cı ildə Xanbulan kimi poetik ada malik 400 hektarlıq sahəni əhatə eləyən nəhəng su anbarı salınmışdır. Bu su anbarı yerli relikt meşələrə sərinlik bəxş eləyərək qızmar yay aylarını mülayimləşdirir. 2016-cı il. Həmin il su anbarında yenidən qurma işləri aparıldı və su müvəqqəti olaraq boşaldıldı. Su hövzəsinin dibi üzdə qaldı və Xanbulanın dərinliklərinə kök atmış qara, fantasmagorik abidələrə oxşayan dəmir ağaclar qol budaqlarını günəşə tərəf uzatdılar. Onlar 40 il suyun altında qalmış və bircə ağac da aşmamışdı. Qərb tərəfdən sahil xətti saysız-hesabsız kiçik körfəzlərlə səciyyələnir. Məhz buradan gölə çoxsaylı kiçik çaylar axaraq bu su anbarını qidalandırır. Böyük suların gəldiyi yaz mövsümündə qonşu Bəşəri çayının dərəsindən axan suyun da bir hissəsi bura istiqamətlənir. Sahilyanı ərazilərdə cüllütlər, vağlar və qağaylar kimi quşlar istirahət eləyir, qidalanır və yuva qururlar. Zolaqlı yenotun vətəni Şimali Amerikadır. Azərbaycana bu növ 1941-ci ildə gətirilərək iqlimə uyğunlaşdırılıb.
Amerikadan bura bu heyvanın bir neçə onluğu köçürülüb. Zolaqlı yenot Hirkan Milli Parkının, xüsusilə də ovalıq və dağətəyi meşələrin təbiətinə yaxşı uyğunlaşıb. Hazırda yenotların ən sıx məskunlaşdığı ərazilər su anbarının ətrafı və dağ çaylarının hövzələridir. Bu heyvanlar alatoranlıqda və gecə saatlarında fəallaşır. Qidanı çay və göl sahillərində, dayaz sularda və bataqlıqlarda tapırlar. Ovunu tutduqdan sonra yenot suya qaçaraq onu sanki suda yaxalayırmış kimi əlləri ilə yoxlayır. Kiçik danquşu Vağlar fəsiləsinin ən kiçik nümayəndəsidir. O, orta ölçülü göyərçin boydadır və çox gizli həyat tərzinə malikdir. O, su anbarında həmişə su üzərində, keçilməz kol və qamışlıqlarda məskən salır. Cütlər öz yuvalarını da məhz burada qurur. Rəvayətə görə, bir zamanlar Lənkəran xanı bu yerlərdə dincələr, ov eləyər və buradakı meşə bulaqlarının suyundan içərmiş. Xanbulan, yəni xanın bulağı adı da buradan gəlir. Burada subtropik iqlim hökm sürür. Yay aylarında sıx meşələrin yaratdığı sərinlik bu məkanı istirahət üçün misilsiz bir güşəyə çevirir. Günəşin qürub etdiyi anlarda Xanbulan gölünü üzərək keçən oxlu kirpini seyr eləmək heyrətamiz bir mənzərədir. Bir vaxtlar nadir sayılan oxlu kirpi indi Xanbulan su anbarının ətrafının adi bir sakinidir. Lakin qorunan meşələrin dərinliklərində ona hələ də nadir hallarda rast gəlinir. Bütövlükdə Milli Parkda 80-dən artıq oxlu kirpi yuvası qeydə alınıb ki, bunların təxminən 30-unda daimi yaşayış var. Yayın istisində göldə hamı çimir. Burada məskunlaşan çöl donuzları da istisna deyil. Hirkan Milli Parkı, çöl donuzlarının özlərini təhlükəsiz hiss elədiyi nadir yerlərdən biri olaraq qalır. Parkın düzənlik meşə sahəsi əsl tropik meşədir. Burada 3 nəfərin qucaqlaya biləcəyi ində nəhəng palıdlara rast gəlmək olar. Bu palıdların demək olar bənzəri yoxdur. Şabalıdyarpaq palıd da endemik sayılır, yəni yalnız burada bitir. Bu palıdlar adətən 200-250 il yaşayır və hündürlüyü 45 metrə çatır.
Qeyri-adi palıdların altında qeyri-adi canlılar aləmi yayılıb. Necə də gözəldir. Amma bu ilan deyil, kərtənkələdir. Həm də adi yox, ayaqsız kərtənkələ. Onun elmi adı sarı koramaldır. Sarı koramal dağlara dəniz səviyyəsindən 2300 metr hündürlüyə qədər qalxa bilir. Sarı koramalın gözləri kiçik olsa da itidir və ovunu həm günəşin şəfəqləri altında, həm də ay işığında asanlıqla ayırd eləyir. Bu kərtənkələ seyrək yarpaqlı meşələrdə, xüsusilə də onların ətəklərində, sıx kolluqlarda məskunlaşır. Ona çay vadilərində və dağətəyi ərazilərdə rast gəlmək mümkündür. Amma harda olursa olsun, o həmişə yorulmaz və zəhmətkeşdir. Sarı koramalın rasionunu çılpaq ilbizlər, sıçana bənzər gəmiricilər, kəpənək tırtılları və böcəklər kimi bir çox zərərli qida təşkil edir. Sarı koramalı doyunca seyr elədikdən sonra bir cüt alacəhrə öz yuvasına tələsir. Dağlarda, ağaclarda və insanların qurduqları çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənin üçün asanlaşdırdığı yollarla get. Onların qarınlarından insanlar üçün müxtəlif rənglərdə şərbət çıxart. Şübhəsiz ki, bunda düşünən insanlar üçün bir ibrət vardır. Müqəddəs Qurandan gətirilən bu ayələr Allahın heyrətamiz bir məxluqa, arıya müraciətidir. O, bütün dünya dinlərində bəşəriyyətə fayda verən müqəddəs bir həşərat, zəhmətkeşlik və bərəkət rəmzi kimi ehtiramla anılır. Hirkan Milli Parkı yerli arı irqinin təbii şəraitdə yaşadığı nadir yerlərdən biridir. Hələ 4-cü əsrdən etibarən Azərbaycan ərazisində meşə arıçılığı, balın ağac koğuşlarından yığılması və balovu geniş yayılmış, 18-ci əsrdənsə ev, pətək arıçılığı inkişaf eləməyə başlamışdı. İnsanın ən qədim ailə sənəti olan meşə arıçılığı, ən qədim ictimai varlıq olan arı ailəsi ilə sıx əməkdaşlığa əsaslanır. Bu, iki dünyanın, İnsan və vəhşi təbiət aləminin 1000 illik dialoqunun layiqli bir nümunəsidir.
Balı və onun istehsalçılarını çoxları sevir. Arı yuvalarının ən həvəsli dağıdıcılarından biri isə qonur ayıdır. Düzdür, yayda, yəni giləmeyvə və meyvələr yetişənə qədər ayıların əsas yemini müxtəlif otlar təşkil eləyir. Ayılar şirəli yaşıllıq axtararaq yüksək dağ yaylaqlarına üst tutur. Yerli ağaclar parkın unikal coğrafi mövqeyi sayəsində buzlaşma dövründən salamat çıxmışdır. Talış dağları Azərbaycan Respublikasının cənub-şərq sərhəddində yerləşir. Məhz bu dağlar İrandan gələn kontinental soyuq küləklər axınını zəiflədir, eyni zamanda şimaldan gələn soyuq küləklərin qarşısını alır. Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə eləyən bənzərsiz meşə massivi olub, planetimizin ən nadir ekosistemlərindən biridir. Hirkan Milli Parkının florası 1900-ə yaxın bitki növünü əhatə eləyir ki, bunlardan 162 növü endemik, 95-i nadir, 38-i isə nəsli kəsilməkdə olan növdür. Alçaq dağlar sıx, tünd yaşıl xalı ilə örtülüdür. Subtropik meşə ilk baxışda xaotik görünsə də, ağac gövdələri, o cümlədən yerə yıxılaraq saysız-hesabsız göbələyə ev sahibliyi eləyənlər, kol cəngəllikləri, qıcılar və sarmaşıqlar, zümrüd rəngli mamırlar, bütün bunlar vahid bir mənzərədə birləşir. Burada hər kvadrat metrə 20-yə yaxın bitki növü düşür. Qədim meşənin çoxqatlı iyerarxiyasında hər bir canlının öz yeri, yamacda öz mərtəbəsi mövcuddur. Talış qırqovulu Hirkan Parkının daha bir endemik incisidir. O, Hirkanın dağ ətəyi və orta dağlıq zonasındakı keçilməz meşələrində və sıx kolluqlarında yaşayır. Sar qırqovulu ovlaya bilməz. Bu ov onun üçün hədsiz böyükdür. Bu qanadlı yırtıcı əsasən sıçanları ovlayır. Bəzənsə canavarların ziyafətinin qalıqları ilə qidalanır. Böyük qaya sittası Qafqaz kələzlərinin hökmranlıq elədiyi ərazidə özünə məskən salıb. Erkən yazdan payızın sonlarına qədər isti və günəşli günlərdə bu iri kərtənkələlərin siluetləri daşlı yamaclarda ucalan nəhəng qayaların zirvələrində və ya sıldırımların kənarlarında aydın görünür. Yaz aylarında bəzi yerlərdə eyni anda ondan çox kələzi bir yerdə müşahidə eləmək mümkündür. Qafqaz kələzi uzun ömürlüdür. Belə ki, bəzi fərdlər 14 ilə qədər yaşayır. Lakin onların orta ömür müddəti 6-8 il təşkil eləyir. Heyvanların əksəriyyətinin daimi fərdi əraziləri var və onlar bütün ömürləri boyu bu ərazini tərk eləmirlər. Öz ərazisi olmayan erkəklər subay qalırlar. Dişilər öz erkəyinin ərazisində yaşayır və onun ailə qrupuna daxil olurlar. Bir qrupda 4-ə qədər dişi ola bilər.
Qafqaz kələzlərində ailə bağları olduqca möhkəmdir və ərazi mühafizəkarlığına əsaslanır. Talış dağlarının sıldırım zirvələri üzərində əzəmətli yırtıcılar süzür. Burada onların 3 növü mövcuddur. Qara kərkəs, ağbaş kərkəs və leşcil ağ kərkəs. Ağbaş və qara kərkəslərin qanadlarının açıq vəziyyətdə uzunluğu 2,5 metrdən çoxdur. Bu nəhəng, enli qanadlar onların məharətli və qanad çalmadan uçanlar olduğunun göstəricisidir. Onlar uçmaqdan daha çox süzməyə üstünlük verirlər. Bu quşların tələsməyə heç bir səbəbi yoxdur. Onların ovu onsuz da heç yerə getməyəcək. Çünki onlar ölü qida ilə, leşlə qidalanırlar. Elə bu səbəbdən onlar leş yeyənlər adlandırılırlar. Onlara həm də qanadlı sanitarlar deyirlər. Bütün qanadlı leş yeyənlər iti görmə qabiliyyətinə malikdir. Güclü və geniş qanadları sayəsində qara, ağbaş və leşcil ağ kərkəzlər çox böyük hündürlüyə, 2 kilometrə qədər yüksələ bilir. Onlar həmçinin isti havanın yuxarıya doğru qalxan axınlarından istifadə edirlər. Buna görə də günün bütün qızmar saatları ərzində daha fəal olurlar. Səhərlər və axşamlar isə mümkün qədər dincəlməyi sevirlər. Səmanın ənginliklərində süzərkən kərkəslər yerdə baş verənləri böyük diqqətlə izləyir və fenomenal görmə qabiliyyəti sayəsində yerdəki ən kiçik leşi belə sezə bilir. Lakin bu quşlar təkcə yeri deyil, həm də öz həmcinslərini izləyir. Kərkəzlərdən biri ov tapıb ona doğru enən kimi, digər yoldaşları dərhal onun ardınca şığıyır. Yırtıcı quşların səmada hərəkətini Asiya kəklikləri və ya xınalı kəkliklər də diqqətlə müşahidə eləyir. Kəkliklərin özünə məxsus gün rejimi var. Səhərlər onlar ərazini gəzərək özlərinə yem axtarırlar. Günortaya doğru su içməyə gedirlər. Gündüz qızmar günəşin şüalarından gizlənərək kölgədə istirahət edirlər. Axşam gün batmazdan əvvəlsə yenidən qida axtarışına çıxırlar. Səbirsiz porsuq balaları qaranlığın çökməsini gözləmədən yuvalarından boylanırlar. Porsuq əsasən Xanbulan su anbarını əhatə edən dağların yamaclarında, Pərəkan, Piyəbəlil dərələrində və Bakusıq dağının ətəklərində məskunlaşıb. Ona Qorğun yuxarı sərhəddində və Ovalıq meşəsində demək olar ki, rast gəlinmir. Qoruq ərazisində 60-a yaxın porsuq yuvası aşkar edilib ki, bunların təxminən 25-də daimi yaşayış var. Bu yerlərdə alatoran tez çökür. Gecənin pərdəsi altında isə Hirkan Parkının əsl vəhşi həyatı öz hökmünü sürməyə başlayır.
Gecələr Talış dağlarını payız dumanları bürüyür. Sübh tezdənsə güclü küləklə birləşərək qayalar və ağaclar ətrafında əsl rəqs nümayiş etdirir və yarpaqların, otların, qıcıların sonsuz bir hərəkətə gəlməsinə vəsilə olur. Dağlıq ərazi narahat təəssürat yaradır. Lakin 1-2 saat keçdikdən sonra dumanlar çəkilməyə başlayır. Onların hərəkəti yavaşlayır, külək səngiyir və dağların yamaclarında inanılmaz rəng simfoniyası üzə çıxır. Hirkan meşəsi payızda. Qafqaz vaşağı Azərbaycan Respublikasının qırmızı kitabına daxil edilib. O, dağ meşələrində və Lənkəran, Naxçıvan, eləcə də Böyük Qafqazın düzənliklərində yaşayır. Ötən əsrin ikinci yarısında bu heyvanların populyasiyası kəskin şəkildə azalsa da, həyata keçirilən mühafizə tədbirləri nəticəsində hazırda bu nadir pişiyin sayı artmaqdadır. Lənkəran ovalığı və dağlarında çöl donuzunun sayı daim dəyişir. Əlverişli iqlim şəraiti, mülayim, az qarla müşayiət olunan qışlar və bol yem ehtiyatı çöl donuzlarına qoruq ərazisində il boyu yaşamağa imkan verir. Onların ən sıx məskunlaşdığı yerlər Üləsi, Güqləband və Bakusıq silsilələrinin yuxarı hissələridir. Talış dağlarının coşqun çaylarında su sərçəsi yaşayır. Bu quş öz adını üzmək, suya baş vurmaq və hətta dayaz suların dibi ilə hərəkət eləmək kimi heyrətamiz bacarıqlarına görə alıb. Aid olduğu sərçəkimilər dəstəsində başqa heç bir növ belə məharəti ilə öynə bilməz. O, səsküylü şəlalələri bir anda uçaraq dəf eləyə bilən, üstəlik bu zaman nəğmə də oxuyan bir quşdur. Su sərçəsi müxtəlif su həşəratları ilə qidalanır ki, çayın dibində də ilin istənilən fəslində bu həşəratlardan bol olur. Elə bu səbəbdən digər quşlar acılıqdan ölməmək üçün cənuba uçmağa məcbur olduqları halda su sərçəsinin buna ehtiyacı qalmır. Hirkan Milli Parkının dağ silsilələri Araz çayının axdığı
dağarası çökəkli ilə ayrılır. Azərbaycanda şirinsu xərçəngi olan Potamon ibericum və ya Qafqaz xərçənginə rast gəlinir. O, çaylarda, bulaqlarda, göllərdə, eləcə də onların yaxınlığında yaşayır və hər şeylə qidalanır. Bu xərçəng növü bəzi regionların qırmızı kitablarına, həmçinin Beynəlxalq Təbiəti Mühafizə İttifaqının qırmızı siyahısına daxil edilmişdir. Hirkanda payız, meyvə, giləmeyvə və göbələklərin yetişdiyi fəsildir. Böyük ala ağacdələnlər bu fəsildə ailəvi payız rəqsləri təşkil edir. Ağacdələn cütləri budaqdan budağa şən qışqırıqlarla süzür, ağaclar üzərində atılıb düşür və sanki bir-birini ələ salırmışcasına öz davranışlarını sinxronlaşdırırlar. Bəlkə də bu yolla onlar sərt qış ərəfəsində birlikdə qalıb qalmayacaqlarına qərar verirlər. Günəşli payız Hirkan meşəsi, qəfildən quşların cikkiltisi, fit səsləri və hətta əsl nəğmələrlə canlanır. Şəfəq bülbülləri xüsusi səylə oxuyurlar. Babaxan Rəhmanov Hirkan Milli Parkında meşə bələdçisi işləyir. O, bəbirlərin və digər nəsli kəsilməkdə olan növlərin monitorinqi ilə məşğul olur və payız aylarında kamera tələləri yoxlamaq üçün mütəmadi olaraq Hirkan meşələrinin dərinliklərinə yollanır. Bu diyarın tarixi bənzərsizdir və bütün ölkənin mürəkkəb tarixinin ən maraqlı anlarını özündə əks etdirir. Regionda aşkarlanan arxeoloji tapıntılar hələ eramızdan əvvəl 3-cü minillikdə Tunç dövründə bu torpaqlarda insan məskənlərinin olduğunu təsdiq eləyir. Yerli sakinlər qədim zamanlardan bu ərazidə əkinçilik, maldarlıq, bağçılıq, balıqçılıq, ipəkçilik, arıçılıqla məşğul olublar. Bu ərazi qərblə şərqi birləşdirən əsas karvan yolları üzərində əlverişli bir mövqedə yerləşib. Park öz qoynunda müxtəlif dövrlərə aid çoxsaylı mədəni tarixi abidələri qoruyub saxlayır. Sübh tezdən bir cüt çüyür yemlənmək üçün meşə kənarına çıxır. Babaxan da bu zərif heyvanları zövqlə izləyərək anlayır ki, meşədə cüyür və çöl donuzu varsa, deməli, bəbir də olmalıdır.
Babaxan bir vaxtlar bəbir ovlayıb. Amma bu yırtıcılardan biri ilə döyüşdən sonra onların qatı müdafiəçisinə çevrilib. Yırtıcılara olan sevgisinə görə bu meşə sakini Bəbir adam ləqəbini qazanıb. Ön Asiya və ya Qafqaz bəbiri dünyanın ən nəhəng bəbirlərindən biridir. 20-ci əsr bu heyvanlar üçün az qala sonuncu ola bilərdi. İnsanlar meşələri qırır, bəbirləri öz əzəli yurdlarından didərgin salır, onların yüzlərlə fərdini məhv eləyirdilər. Lakin fototələlər onların hələ də Hirkan parkında yaşadığını təsdiq elədi. İnsanların barmaq izlərində olduğu kimi, hər bir bəbirin də xallarının təkrar olunmaz naxışı və forması var. Bəbir təpələrin yalı ilə gəzməyi sevir. Çünki bu sahədə hər iki yamacdakı ərazini bütövlükdə görə və gələcək qurbanını seçə bilir. Bəbir tənha canlıdır və cütləşmə dövrü başlayana qədər təklikdə gəzir. Cütləşmə dövründə dişi erkəyi öz ərazisinə cəlb eləməyin bir yolunu tapır və bəbirlər qısa bir müddət üçün cütlük yaradır. Bu nəsli kəsilməkdə olan növün mühafizəsinə dair dövlət strategiyası Azərbaycanda hələ 2009-cu ildə qəbul edilmişdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 3 il sonra təsis və rəhbərlik elədiyi IDEA, ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyi böyük beşlik konsepsiyasını irəli sürdü. Bu, Azərbaycan faunasının ən nadir növlərinin sayının qorunması və bərpasına yönəlmiş tədbirlər kompleksidir. Ceyran, qonur ayı, məzar qartalı və bozqurdla yanaşı Ön Asiya bəbiri də bu beşliyə daxil edilmişdir. Son məlumatlara əsasən, Azərbaycanda yaşayan Ön Asiya bəbiri fərdlərinin sayı 13-17 arasındadır. 2025-ci ildə bir cüt Ön Asiya bəbiri Bakı Zooloji Parkında da məskunlaşdırıldı. Yəqin ki, zamanla bu cütlüyün balaları dünyaya gələcək və böyümüş gənc bəbirlər Azərbaycanın vəhşi təbiətində öz yerini tapacaq. Payızda Hirkan meşəsi yaşıl örtüyünü dəyişib əlvan rənglərə bürünür. Ağac gövdələrini örtən mamırlar zümrüd rəngi alır. Dəmir ağaclarsa qırmızının, çəhrayının, bənövşəyinin təsəvvürə gəlməz çalarlarında olan payız libasını geyinir. Payızda Hirkan meşəsi bir nağıla çevrilir. O, qışın gəlişini hiss eləyərək bir anlıq səssizləşir, sükuta qərq olur. Bu sakitliyi yalnız meşənin Xanbulanın güzgü kimi sularında yüngülcə titrəyən əksi pozur. Gölün özü isə qartallar və dəniz qartalları, qutanlar, qu quşları və ördəklər kimi müxtəlif köçəri quşların iştirak elədiyi bənzərsiz bir gözəllik müsabiqəsinin nümayiş salına çevrilir. Quşlar şimaldan cənuba uçur və Hirkan Milli Parkı bütün bu qanadlı qonaqları böyük qonaqpərvərliyi ilə qarşılayaraq qoruq ərazisində payızın son anına qədər saxlayır. Heç bir ayda keçməyəcək ki, meşə quşları bahar nəğmələri oxuyacaq. Tumurcuqlar şişəcək, Novruzgülü oyanacaq və Hirkanın həyatında daha bir yeni ilin ilk səhifəsi açılacaq. 60 milyon yaşı olan relikt meşə.
Hirkan qoruğu hər birimizə təbiətlə danışmaq imkanı verir. Babaxan bir neçə metr hündürlükdəki ağaca rahatlıqla dırmaşır. Sonra isə digərinə, üçüncüsünə çətinlik çəkmədən tullanır. Sanki bir bəbir kimi ağacların zirvəsində donub qalır. İnsan əlini ara ailəsinə yaxınlaşdırır və ona zərifcə, yüngülcə toxunur. Hamımız eyni planetin sakinləriyik. Idea 2025